Bugün 3 Mart tarixi Ramazan ayının da 13-cü günüdür və çoxları düşünür ki, Ramazan ayında oruç tutarkən idman etmək olmaz. Amma mütəxəssislər açıqlayırlar ki, mütləq şəkildə idman edə bilərik. Amma xüsusi qaydalara riayət etməliyik. Elə iftardan 1-2 saat sonra yüngül yürüyüş də edə bilərik və şəhərimizin parklarına yollanıb idman alətlərində yüngül hərəkətlər də edə bilərik. Əslində, səhər saatlarında da bunu etmək mümkündür. Çünki şəhərimizin bir çox parklarında idman alətləri var ki, biz əlbəttə onlardan asanlıqla istifadə edə bilərik. Bəli, elə bizim əməkdaşımız Nigar Babayeva da elə Dənizkənarı Milli Parkdadır. Oradan bizə birbaşa bağlantıyla qoşulacaq. Elə əməkdaşımızı istərdik salamlayaq. Bəli, Nigar Babayeva, biz səni salamlayırıq. Sabahın xeyirli olsun. Təşəkkür edirəm. Mən də sizi salamlayıram. Sabahınız xeyir olsun deyirik. Bəli, hazırda biz Dənizkənarı Milli Parkdayıq. Bildiyiniz kimi, paytaxtımızın müxtəlif istiqamətlərində artıq bir neçə ildir ki, belə idman alətləri quraşdırılıb. Bəs faydası nədir və düzgün istifadə qaydası necə olmalıdır? Ətraflı məlumatı bizimlə birbaşa bağlantıda olan Bodybuilding Federasiyasının hakimi, Powerlifting üzrə 3 qat Azərbaycan çempionu Ziya Məmmədov çatdıracaq. Ziya bəy, salam, sabahınız. Hər vaxtınız xeyir xanım. Deməli, bu hərəkətin çox bir əzələ kütlələrə xeyri var və faydası var. Əsas sinə və qol əzələsidir. İndi Ceyhun Həmidov bizə bu hərəkəti nümayiş etdirəcək. Necə düzgün icra edilməli? İlk öncə isinmə olmalı. Bəli, ilk öncə isinmə, ümumiyyətlə hər bir hərəkətdən qabaq isinmə etmək vacibdir. Hərəkətin özündə qalanda isə gördüyünüz kimi bədənin enmə trayektoriyası düz, qalxarkən də düz olmalıdır. Triceps, yəni qol əzələsi yuxarı amplitudada tamamilə sıxılmalıdır. Aşağı amplitudada bir də qalxan zaman sinə əzələrin işlənməyi vacibdir. Ziya bəy, çox təşəkkür edirik. Belə bizim hələ ki çatdırmaq istədiklərimiz bu qədər. Söz yenidən sizdədir. Təşəkkürümüzü bildiririk və səhər saatlarında parklarda idman edərkən nələrə diqqət etməliyik? Nigar bu barədə bizə məlumatı ötürdü.